Ənişkurli və li valideyk. Mənə təşəkkür elə və öz ata və anava təşəkkür elə. Yəni hər zaman onların şükür eləmək nədir? Şükür eləməyin mənası bu deyil ki, mən şükür eləyim ki, ilahi şükür sənə, mənim atam və anam sağdırlar, mən onların yanındayam, xidmətindəyəm. Yox, bu şükrün dildə olan, belə deyək, mənasıdır. Əslində şükrün mənası budur ki, insan bir işi Allah istədiyi şəkildə, Allahın tapşırığı əsasında, yəni düzgün olan şəkildə yerinə yetirsin. O yerinə yetirilməsi həmin işin bir növ sahibinə şükrü yerinə yetirmək deməkdir. Mənə əl verilib, bu bir nemətdir. Əlimi düzgün olan işlərdə istifadə eləməyim Allahın şükrünü yerinə yetirməkdir. Yox, əlim hər hansı bir düz olmayan, səhv olan işlərdə daim iştirak eləyirsə, işlədirəmsə mən bunu və dilimlə də buna görə şükür əlimin sahibinə, əlimi mənə verənə şükür eləməyim, bu çox cılız bir şeydir. Hətta düzgün olmayan, hətta bəzi hallarda bir şeydir ki, mən düzgün istifadə eləmirəm, amma dilimdə şükrünü yerinə yetirəm.